Sxemə əsasən insan üçün doğru olanları müəyyən edin. İnsan üçün doğru olanları istəyir bizdən. Müvazinət orqanı verilib burada. Müvazinət orqanı. Birdən başlayaq ilbiz. İlbiz müvazinət orqanımız sayılmır, eşitməyə xidmət eləyir. Daxili qulaqda ilbiz, dəhliz, 3 yarımdairəvi kanal olur. İlbiz eşitmə, dəhliz içindəki oval kisəcik, dairəvi kisəcik və 3 ədəd yarımdairəvi kanallar müvazinət orqanı sayılır. Onun üçün də ilbiz düz deyil və burada təsdiq etmədiyi üçün biz birincini variant olaraq götürə bilirik. İkinci yarımdairəvi kanallar müvazinət orqanıdır. Bu da düzdür. İkincini də götürə bilirik. Və təsdiqli plus qoyub bura. 2. Üçüncü oval kisəcik. Oval kisəcik müvazinət orqanıdır. Amma burada təsdiq etmir. Onun üçün götürə bilmərik. Dördüncü oval pəncərə. Oval pəncərə müvazinət orqanı deyil. Beşinci dairəvi kisəcik. Təsdiq edir. Bəli, bu düzdür. 5. Müvazinət orqanıdır. Otolitlər kisəciklərin içərisində əhəng kristallardır. Müvazinətə xidmət edir. Amma burada təsdiq etmir. Ona görə götürə bilmirik. Düzgün cavab 1, 2, 5 olaraq qeyd olunur.